Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı 1 milyon avrodan artıq nəqd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi məlumatı yayılıb. Azərbaycan Milli Elmlər Akademiyası rəhbəri Manset Aza açıqlamasında yayılan məlumatların şişirildiyini deyib. Bu barədə dünən oxumuşam. Yazılır ki, güya qızımın seyfindən 1 milyon avro məbləğində pul uğurlanıb. Əslində isə bu doğru deyil. Qızımın çoxlu qızıl zinət əşyaları və şəxsi əşyaları uğurlanıb. Həmin zinət əşyaları onun anasından və qaynanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun uğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm ki, bu kimi məsələlərdə adım hallandırılmasın, İsa Həbibbəyli qeyd edib.